Diyarkəsi dəyərli və hörmətli izləyicilərimiz, sizlər üçün Binə qəsəbəsində 160 nömrəli marşrutun son dayanacağında asfalt yolun üzərində 2.5 sotun içərisində gözəl bir şəxsi həyət evinə sizlər tanış edəcəyik dəyərli izləyicilərimiz. Həyətinin at cebinə kimi, yəni tam sərgəli şəkildə ev sahibi tərəfindən təhvil veriləcək. Yeterli inşallah evimizin hissəsindən də tanış olacaq. Evimizin sağ, sol, arxa hissəsi hamısı öz həyatında yerləşir. Zaborlardan məsafəsi vardır. Keçən evin hissəsindən tanış olalım. Yəni yola 10 metrdir dəyərli izləyicilər. Bax, ilk dəfədir mən də evə daxil oluram. Belə bir geniş xolu gözləyir. Xol həqiqətən də çox genişdir. Tavanımızın fiqur və işıqlanmasına kimi ilk öncə mətbəqi ilə tanış olalım. Şəxsi evdir dəyərli izləyicilərimiz. Şəxsi evdir. Ümumi kvadratı 3 otaqdan ibarət. Ümumi kvadratı 130 kvadratdır, 120-130 kvadratdır. Böyük bir spalni da demək olmaz. Zalı ilə tanış olur. İkinci bir yataq otağıdır. Sanitär hamam bir yerdə yerləşir. Sonda evimizin qonaq otağı ilə tanış olacaq. Həqiqətən də spalni ilə zalda fərq yoxdur dəyərli izləyicilərimiz. Zalımızın da tavanının işıqlanma fiquruna kimi şəxsi ev qurqon boşa daşından tikilibdir, yerdən kürsülüdür. 160'ın yolundan 10 metr məsafədə yerləşir. Qiymət isə 78 minə deyilir. Videomuzu sonuna kadar izləyək, qiymətə diqqət edək. Allah aranı satana da xeyir versin.